Bu tip xəbərləri qaçırmamaq üçün kanala abunə olub videonu bəyənməyi unutmayın. Salam, hörmətli izləyicilər. Kanalımıza xoş gəlmisiniz. Bu videoda 8 iyun 2026-cı il tarixi üçün Azərbaycan üzrə gözlənilən hava şəraiti haqqında ətraflı məlumat təqdim edəcəyik. Gününüzü daha rahat planlaşdırmaq və hava şəraitinə uyğun hazırlıq görmək üçün videonun sona qədər izləməyi tövsiyə edirik. Ölkə ərazisində müşahidə olunan son meteoroloji vəziyyətə əsasən hava şəraitinin ümumilikdə sabit və mülayim keçəcəyi gözlənilir. Bəzi bölgələrdə qısa müddətli yağış ehtimalı olsa da, ölkənin əksər hissəsində əlverişli hava şəraiti üstünlük təşkil edəcək. Səhər saatlarında bəzi ərazilərdə buludluluq müşahidə oluna bilər, lakin gün ərzində hava daha açıq və rahat olacaq. Paytaxt Bakı şəhərində və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Gün ərzində dəyişkən buludlu hava müşahidə olunacaq. Ara bir külək hiss edilsə də, günün sonuna doğru küləyin zəifləyəcəyi gözlənilir. Səhər saatlarında hava nisbətən sərin olsa da, günorta və günün ikinci yarısında temperaturun yüksəlməsi nəticəsində daha rahat və isti hava şəraiti formalaşacaq. Paytaxt sakinləri və şəhərə gəlməyi planlaşdıran qonaqlar üçün hava şəraiti açıq havada gəzinti, istirahət və müxtəlif fəaliyyətlər üçün əlverişli hesab olunur. Axşam saatlarında isə temperaturun bir qədər enəcəyi gözlənilir və bu səbəbdən açıq havada uzun müddət qalacaq şəxslərin yüngül üst geyim götürməsi faydalı ola bilər. Qərb rayonlarında və dağlıq ərazilərdə hava şəraitinin dəyişkən keçəcəyi gözlənilir. Günün müxtəlif saatlarında qısa müddətli yağış müşahidə oluna bilər. Ayrı-ayrı yerlərdə göy gürültüsü ehtimalı da istisna edilmir. Dağlıq rayonlarda səhər saatlarında zəif duman yaranması mümkündür. Bu səbəbdən həmin istiqamətlərdə hərəkət edən sürücülərə diqqətli olmaq tövsiyə olunur. Şimal bölgələrində hava ümumilikdə mülayim olacaq. Gün ərzində buludluluğun artıb azalması müşahidə edilə bilər. Bəzi ərazilərdə qısa müddətli yağış ehtimalı olsa da, uzun müddətli və intensiv yağıntı gözlənilmir. Küləyin əsasən mülayim əsəcəyi proqnozlaşdırılır. Mərkəzi Aran rayonlarında hava əsasən sabit olacaq. Günəşli hava şəraiti üstünlük təşkil edəcək və temperatur mövsümə uyğun səviyyədə qalacaq. Kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün hava şəraiti əlverişli hesab olunur. Kiçik sahələrdə görülən işlərin rahat şəkildə davam etdirilməsi mümkün olacaq. Cənub bölgəsində, xüsusilə dənizə yaxın ərazilərdə dəyişkən buludlu hava müşahidə ediləcək. Gün ərzində qısa müddətli yağış ehtimalı olsa da, ümumi hava şəraitinin sabit qalacağı gözlənilir. Rütubətin bir qədər yüksək olması səbəbindən hava bəzi vaxtlarda olduğundan daha isti hiss edilə bilər. Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Günəşli hava üstünlük təşkil edəcək. Gün ərzində temperaturun yüksəlməsi gözlənilir və bəzi ərazilərdə isti hava şəraiti hiss olunacaq. Axşam saatlarında isə hava daha mülayim olacaq. Ümumilikdə 8 iyun tarixində Azərbaycanın böyük hissəsində əlverişli hava şəraiti gözlənilir. Ayrı-ayrı bölgələrdə qısa müddətli yağış ehtimalı olsa da, ciddi və təhlükəli hava hadisələri proqnozlaşdırılmır. Havanın əsasən mülayim və rahat keçəcəyi gözlənilir. Əgər hər gün Azərbaycan üzrə ən son hava proqnozlarını izləmək istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın. Videonu bəyənərək və paylaşaraq kanalın inkişafına dəstək ola bilərsiniz. Fikir və təkliflərinizi şərh bölməsində yazmağı da unutmayın. İzlədiyiniz üçün təşəkkür edirik. Növbəti hava proqnozu videolarında yenidən görüşmək ümidi ilə sağ olun və xoş günlər arzulayırıq.